Baxın, DIM bu şəkildə hilədən istifadə edir. Yaxşı uşaqları seçmək üçün və siz də bu suala baxsaz, izahına baxsaz, əslində bir addım öndə olacaqsınız. Sual nədir? Əslində asan görünür. Deyirsiniz ki, çap olunanı tapmaq üçün burada belə bir siyahı var. Həmin siyahı da tək-tək elementlərə toxunur və onu silir. Onda müəllim boş siyahı çap eləyəcək. Xeyr, əslində elə deyil məsələ. Tamamilə yanlış anlamısınız. A siyahısında hər bir elementə toxunur. Burası doğrudur. Amma hər bir elementə yadda saxlayın, indekslə toxunur. Forun işi nədir? Indekslə toxunmaq bitdi. Deməli, mən bu siyahıya 0, 1, 2, 3 şəklində indeksləsəm və gələn səfər, yəni bir dəfə işləsə, artıq 0-cı indeksi siləcək. Sildim. Növbəti səfər mənim siyahım A siyahısıdır yenə. Artıq mənim siyahım yeniləndi. Yəni 4, 6, 8 oldu. Bu dəfə artıq mən 0-cı indeksi silmişdim. İndi 1-ci indeksi silməliyəm, düzdür? Deməli, bu siyahımda yenə 0, 1, 2 şəklində indeksləsəm, bu dəfə artıq yeniləndiyi üçün yeni indeksləri var. 1-ci nömrəli indeksi silsəm, mən artıq altını silmiş olacağım. Adında fikrimi ümid edirəm, təkrar edirəm. Əgər mən deməli 0-cı indeks elementi sildim, yeni siyahım yarandı. Gələn səfər 1-ci indeks elementi silmək istəyirəmsə, 4'ü yox, 6'ını siləcəm. Çünki yeni siyahı, yeni indeksləmə, yeni ədədlər bu şəkildə. Belədir. Ona görə də 6'ını silmiş oluram və gələn səfər 1-ci indeksli elementi sildim. İndi 2-ci indeksli elementi silməliyəm. Mənim növbəti siyahım artıq 4, 8 şəklindədir. Burada da artıq 0, 1 şəklində nömrələndiyi üçün 2-ci nömrəli indeks yoxdur. Bu element yoxdur. Ona görə də out of range ilə deməli siyahı nə oldu? Artıq deməli dövr nə oldu? Dövr bitdi. Ona görə də 8'i silmirəm, çünki 2 nömrəli indeksli element yoxdur. Qalır nə? 4, 8, deməli 4, 8'i çap eləyəcək. Bu şəkildə